ABŞ-ın Minnesota ştatında yerləşən Minneapolis şəhərində federal agentlər tərəfindən bir vətəndaş vurularaq öldürülüb. Hadisə Trump administrasiyasının miqrasiya əməliyyatları fonunda baş verib və şəhərdə etirazlara səbəb olub. Şəhər rəsmiləri bildirib ki, hadisə yerində araşdırma aparılır. Minneapolis rəhbərliyi ictimaiyyətə çağırış edərək hadisə yerindən uzaq durmağı və sakitliyi qorumağı xahiş edib. Minnesota qubernatoru Tim Walz federal agentlərin daha bir şəxsin öldürülməsini dəhşətli adlandıraraq Trump administrasiyasının ştatdakı immiqrasiya əməliyyatlarının dərhal dayandırılmasını tələb edib. Federal rəsmilər agentlərin özlərini müdafiə etdiyini iddia etsə də, video görüntülər və şahid ifadələri bu versiyanı təksib edir. Hadisədən sonra yüzlərlə insan etiraz aksiyalarına qoşulub.